Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Önce Allah Teala herkesin oruçlarını, dualarını kabul etsin. Allah Teala bu güzel Ramazan günü hürmetine herkesin hastalarına şifa, dertlerine deva, borçlarına eda, özlerine can sağlığı, iman kuvveti, oruçlarını tutmakta Allah kuvvet yetirsin. Allah cami subaylara güzel aile kurmağı nasip etsin. Herkesin dualarını Allah Teala kabul etsin. Ramazan ayı oruç ayıdır. Həmçinin də ilin hər hansı bir vaxtında oruç tutmağın savabı böyükdür. Ancaq 2 gündən savayı. O da hansıdır? Ramazan bayramı və Qurban bayramı. Allah Teala bütün vaxtlarda orucu savab yazdığı halda bu 2 gündə oruç tutmaq olmaz. Niye? Çünkü Allah'ın ziyafetidir, Allah'ın bayramıdır, Allah'ın güzel, yani Müslümanın 2 bayramı var, oruç, Ramazan bayramı ve Kurban bayramı. İndi bizde, yani her yanda, esasında bizde bu kentte el adetine çörülmüş bir qara bayram. Bayram hiç vaxt qara olmaz. Yani bu qara bayram sözüyle, qara bayram niyetiyle herkes bugünkü gündə, baxmayaraq bayramda yaxınlarını ziyarət eləmək, qovm əqrəbəni gəzmək əvəzinə ev düşüb qara bayrama gedirlər. Qara bayram yoxdur. İslamda qara bayram söhbəti yoxdur. Qara ola bilməz bayram. Bayram şənlik gündür. Bayram gözəl gündür. Məsələn, gedirsən, kimsə topalanır, gedir, filan kəs Allah rəhmət eləsin, bu il ərzində ölüb, gedək qara bayrama. Gedək nə deyək, bayram mübarək deyəkmi? Xeyr. Bəli, onlar çox yaxınları əlbəttə bir kəsi itiribsə, gedər, toplaşar bir. Amma qara bayram sözü İslamda, müsəlmançılıqda yoxdur. Əgər sən ölənin üçün, ölənin xatirinə nəsə eləmək istəyirsənsə, bəli, get, bişir, keçmişdə bizdə adət olub, bişiriblər müəyyən şeylər, boyuyublar yumurta və yaxud da ki, konfetindən, bişintisindən. Gedib bir ölənlərini ziyarətləyiblər və məzarlıqda paylayıblar. Və bununla da bitib, indi bugünkü gündə bizdə bir adət alınıb ki, qara bayram. Gedək ev gəzək. Yəni, həm bu heç bir bunun lüzumu olmayan bir şeydir ki, qara bayramları gəzmək, ev gəzmək. Allah rəhmət eləsin hər kəsin ölənlərinə. Yəni, ən gözəli, bəli, kimisə itiribsə o gün bir Quran oxudar və yaxud da ehsan vermək istəyirsə, bir bişintisindən, orasından, burasından yaxın qovmuna, əqrəbəsinə. Yəni, Quranda da deyir, ehsan vermək kimə düşür? Kasıb qohuma, kasıb qonşuya, yolda qalana və yaxud da ki, özünə ruzi qazana bilməyənə 4 kəsə ehsan düşür Quran-ı Kərimdə buyuranı. Qara bayram sözü yoxdur, ay cəmaat. Qara bayram niyyəti ilə ev gəzməyə də heç bir ehtiyac yoxdur. Yəni, bu adətin yığılmasını, yəni neçə dəfələrlə hər kəs də deyir, amma bunu dinləyənlər də yoxdur. Hər kəsin Allah Teala qarşıdan gələn Ramazan bayramını mübarək eləsin. Və bu qara bayram sözünü də hər kəsin unutması ən üstün bir şəriətində, müsəlmançılıqla da, belə insanı cəhətindən götürəndə, yəni bu artıq işlərdir ki, həmin vaxtları qovm əqrəbəni ziyarətləmək daha üstün olar, daha savab olar, fitrəsini vermək və yaxud da başqa. Odur ki, məsləhətim qara bayramı ev gəzilməməsidir. Kimsə bundan söhbətimdən nəticə çıxarırsa, Allah canını sağ eləsin, ölənlərinə rəhmət eləsin və hər kəsin qarşıdan gələn Ramazan bayramını Allah Teala mübarək eləsin. Allah Teala layiqincə oruç tutmağı bizə nəsib eləsin. Son nəfəsdə əşhədü ən la ilahə illallah və əşhədü ənə Muhammədən Rəsulullah gəlməsi deməyi hər kəsə Allah nəsib eləsin. Assalamu aleykum və rəhmətullah.